Yalvardım, yapışdım, dedim abala. Deyir, sabah söhbət eləyərik. Sabah tezdən gedib orada məktəbi qalanı keçib, qaynadasına deyib ki, maşını bir yerə sür. Bunlar küsülü idilər, bir-birlərindən danışmırlar. Hadisə gördüyünüz bax bu evdə qeydə alınıb. Hazırda hadisənin törətməkdə şübhəli bilinən şəxsin polis əməkdaşları tərəfindən axtarışları davam etdirilir. Yalvardım, yapışdım, dedim abala. Deyir, sabah söhbət eləyərik. Sabah tezdən gedib orada məktəbi qalanı keçib, qaynadasına deyib ki, maşını bir yerə sür. Sən bilirsən qızının hoqqalarını. O da deyib adalı, mənim qızımın nə hoqqası var? Hoqqası varmı? Boşa. Amma da yazdı ki şeydi, daha layiq oğul olamadım, sözümü tutamadım, onu öldürdüm. İki balışdı. Birinin üstəyə qızın kostyumundan maykasını qoyur. Birində də özünün kostyumundan öz maykasını qoyur. İki balıncın arasına da toy şəkillərini qoyur. Albomu açıb şəkillərin hamısını kravatın üstə düzür. Bunlar küsülü idilər, bir-birlərindən danışmırlar. Bu da başqa yerdə idi. Mən elə evdəydim, evdə gördüm ki, xəbər çıxartdı ki, belədir. Mən bu dağdan gedən dördüm, vurub qaçıb. Tez-tezdən 3 ay idi evimdə idi də mənim, getmirdi oraya. 3 ay idi evimdə idi. Onu da kimsə beyninə doldurub, bu da dedi ki, sən güya pis yollardasan, nə bilim, nə varırsan.